Axşamınız xeyir olsun. Dəyərli valideynlər, müəllimlər, uşaqlar, məzunlar, bu mərasimdə mənim kimi qonaq qismində iştirak edənlər, hamınızı ürəkdən salamlayıram. Və mən bu məkana gələndə deyim sizə ki, belə bir qeyri-adi bir şey hiss etmədim. Masaların ətrafında dayanan insanları gördüm və sonradan nə baş verəcəyini və nə ilə üzləşəcəyimi təsəvvür də etmirdim. Mən sizə çox dərin təşəkkürümü bildirirəm, Şəmil müəllim. Həqiqətən də bu axşam bir başqa axşamdır. Burada qeyri-adi bir atmosfer var. Siz bilmirsiniz onu, səhnədən yer necə görünür, zal necə görünür. Həqiqətən möhtəşəmdir. Möhtəşəmlik ilk növbədə ona görədir ki, bax bugün bu möcüzə övladları, oğlanları, qızları böyüdən möcüzə valideynlər o salonda oturub gözləri parıldaya-parıldaya öz əməllərinin nəticəsinə, bax bu möcüzələrə baxırlar. Mən sizi təbrik edirəm ürəkdən. Hər birinizə uğurlar arzulayıram. Arzulayıram ki, həyatınızın, ailənizin, arzularınızın, istəklərinizin ümidi kimi böyütdüyünüz bu uşaqlar Azərbaycanın ümidi olsunlar. Qol budaq açsınlar, böyüsünlər, inkişaf etsinlər. Burada əldə etdiklərini, öyrəndiklərini öz övladlarına ötürsünlər. Onlar da öz övladlarına ötürsünlər. Milli kimliyimizi, dəyərlərimizi, insanlığımızı, valideyn-övlad münasibətini, Azərbaycan ailəsinin əsas dəyəri olan o milli kimlik, milli dəyərlər məsələsini hər zaman ucada tutsunlar. Və tutacaqlarına da əminəm. Çox gözəl bir ənənədir və bugün biz burada Türk dünyasının bütün rənglərini görürük, bütün çalarları ilə görürük və onun nə qədər möhtəşəm, nə qədər böyük, nə qədər əzəmətli olduğunu bir daha hiss edirik bu gənclərin timsalında. Bilirsiniz, biz Türk dünyasına tarixə baxaraq qiymət vermişik indiyə qədər hər zaman. Amma bugün Türk qalxınması, Türk dünyasının bütün dünyada öz yerini, özünə aid və özünə layiq yerini tutması təkcə siyasi kuluarlarda, beynəlxalq tədbirlərdə, qəbul edilən qərarlarda deyil. Bax, bugün atılan, bax, bu fidanlardadır ki, onların ayaqları bu torpağa möhkəm bağlıdır. Qol budaq atıb, Türk çınarı kimi öz kölgəsində bütün yaxınlarını, doğmalarını barındıracaqlar. Kökünə bağlı olacaqlar, amma sabaha da ümidlə baxacaqlar. Bax, bu məni çox sevindirir Şəmil müəllim. Bəlkə də hədəf qarşıya qoyanda o hədəfin getdikcə nə qədər uzaqlaşdığını və böyüdüyünü insan hiss etmir. Sən ona yaxın getdikcə o geriliyir və daha böyük hədəf sənin qarşında açır. Və mən əminəm ki, illər keçəcək, bu məktəbin sinif otaqlarından, onun qapılarından yüzlərlə, minlərlə belə fidanlar çıxacaq və Azərbaycan öz milli kimliyini, türklüyünü hər zaman qoruyacaq, amma həm də müasir olacaq, tolerant olacaq, bütün xalqlara, bütün dinlərə, bütün baxışlara açıq bir xalq kimi özünü sübut edəcəkdir. Mən bir daha, əziz gənclər, sizin hər birinizi ürəkdən təbrik edirəm. Universitetə daxil olanları ikinci uğuru münasibəti ilə təbrik edirəm. Eyni zamanda həyatın ən vacib bir anında, həyatınızın ən əlamətdar, ən yadda qalan, növbəti bir dönəminə addımladığınız bir anda büdrəməməyi arzulayıram, uğurlar arzulayıram. Və əlbəttə ki, Rəşidə xanım, sizi ürəkdən təbrik edirəm. Bax, bu qeyri-adi, fərqli baş geyimini və hədiyyələri aldığınıza görə. Rəşid sözünün mənası ağıllı deməkdir, məqsədinə doğru gedən deməkdir. Bir mənası da igiddir. İgid sözü təkcə oğlanlara yaraşmır, qızlara daha çox yaraşır. Qızların igidliyi bilirsiniz nədir? Rəşid və Rəşidə deməli igid olmalıdırlar da bunlar və Rəşidənin öz tarixçəsi haqqındakı nitqi məni çox sevindirdi. Bilirsiniz, insanın özünü necə təqdim etməsindən onun kimliyi bəlli olur. Və Rəşidə sübut etdi ki, o özünü gözəl tanıyır. Və buna görə də müəllimlərinə, valideynlərinə minnətdardır. Nümayəndəsi olduğu, vətəndaşı olduğu ölkənin, xalqın, onun mədəniyyətini yüksək səviyyədə qoruyacaqdır. Və burada bir kiçik polemikanın şahidi oldum. Xaricə mi gedək, burada mı qalaq? Belə bir söhbət oldu.
Demirəm o nə dedi, amma mən çox sevindim elə söyləməyindən. Və mən səni bir daha qızım ürəkdən təbrik edirəm. Hər zaman belə qoçaq, hər zaman belə ağıllı, özünü dəyərləndirən bir öz qabiliyyətini və imkanlarını dəyərləndirməyi bacaran, onu deməkdən çəkinməyən örnək bir xanım olasan. Mən səni çox təbrik edirəm. Qucaqlayıram səni. Xoşbəxt ol. Valideynlərinə də dərin təşəkkürümü bildirirəm. Hər bir uşağın valideyninə təşəkkürümü bildirirəm. Və ən böyük təşəkkürüm əlbəttə Şəmil müəllim sizədir. Mənim dostumadır. Şəmil müəllim həqiqətən yoxdan bir var eləyən insandır. Heç özü də bilmədən taleyin ona qismət etdiyi yolu prospektə çevirməyi bacardı. İndi burada onun ardıcılları yüzlərlə, minlərlədir. Qoy daha çox olsun. Təbrik edirəm bir daha.